Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, bu dövr abituriyentlər üçün önəmli dövrlərdən biridir. Çünki artıq imtahanlar ərəfəsidir və elə ümumi təhsil səviyyəsi üzrə, ümumi orta təhsil səviyyəsi üzrə 9-cu siniflər üçün buraxılış imtahanı keçirilib və həmin buraxılış imtahanı 3 hissədən ibarət, yəni 3 hissəli olaraq keçirilir. İkisi başa çatıb və biri qalıb ki, o da aprelin 27-sində keçiriləcək və ümumiyyətlə keçirilən buraxılış imtahanı nəticələrinin isə bugün açıqlanacağı gözlənilir və test imtahanının düzgün cavabları hansı formada təhlil olunub və detalları hansı formada öyrənə bilər abituriyentlər, yəni öz düzgün cavabları hansı formada öyrənə bilər. Bununla bağlı detallı informasiyalara qonağım Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş Şöbəsinin əməkdaşı müdiri Xanlar Xanlarzadədən alacağıq. Xoş gördük Xanlar bəy. Yəni abituriyentlər, imtahan verən abituriyentlər öz düzgün cavablarını hansı formada öyrənə bilərlər? Bununla bağlı detallara cavabı sizdən eşidək. Təşəkkür edirəm. Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirildi. Kifayət qədər kütləvi imtahandır. Bu imtahanlarda 58 minə yaxın şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahan 26 şəhər və rayonda təşkil olunubdur. Ümumi qaydalara, təlimata uyğun formada imtahan keçirilibdir. Dövlət İmtahan Mərkəzi tərəfindən bugündən etibarən imtahan protokollarının eyni zamanda cavab vərəqlərinin emalına start veriləcəkdir. Bilirsiniz ki, burada yazılı cavab tələb edən tapşırıqlar var. Həmin o tapşırıqların yoxlanılması bir qədər vaxt tələb edir. Ona görə də yekun imtahan nəticələrinin 5 həftə sonra elan olunması nəzərdə tutulubdur. Ancaq Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanda istifadə olunan qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların etalon cavabları, yəni düzgün cavabları bugün Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcəkdir. Bilirsiniz ki, biz imtahandan sonra şagirdlərə kitabçaları da veririk. Yəni kitabçalarla şagirdlər öz ilkin nəticələrini yoxlaya bilərlər. Bunlar əlbəttə ki, rəsmi nəticələr deyil, çünki hüquqi əsas şagirdin cavab vərəqində, cavab kartında qeyd elədikləri nəzərə alınır. Ancaq sual kitabça var səndə, eyni zamanda biz etalon cavabları, düzgün cavabları elan edirik və sən burada yoxlama apara bilərsən ki, təqribən hansı suallara doğru cavab yazmısan və yaxud da ki, hansı suallara yanlış cavab yazmısan. Amma rəsmi imtahan nəticələri 5 həftədən sonra mərkəz tərəfindən elan olunacaqdır və hər bir şagirdin səhifəsinə yerləşdiriləcəkdir. Ayın 27-sində sonuncu hissə üzrə bu imtahanlar keçiriləcəkdir. O imtahan iştirakçılarına biz müraciət edərək bildiririk ki, öz sənədləri ilə diqqətli olsunlar. Çünki bundan əvvəlki 2 imtahan göstərir ki, bəzi şagirdlər imtahana sənədləri gətirmirlər. Burada şəxsiyyəti təsdiq edən sənədin əslidir, şəxsiyyət vəsiqəsi olmalıdır, eyni zamanda imtahana buraxılış vərəqəsi olmalıdır və əgər kimin şəxsiyyət vəsiqəsində şəkil yoxdursa, onun yaşı azdırsa, köhnə nəsil şəxsiyyət vəsiqəsidirsə, onda məktəbə müraciət eləməlidir. Məktəbdən həmin o şagirdə şəkilli arayış verirlər. Onun əsasında o gəlib imtahanda iştirak edə bilər. Bax, bu sənədlərlə çox diqqətli olmaq lazımdır ki, imtahan günü hansısa bir narahatlıq yaşanmasın. Təşəkkürlər. Çox sağ olun məlumatları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir də xatırladım ki, Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanları ilə bağlı keçirdiyi, yəni imtahanların düzgün nəticələri Dövlət İmtahan Mərkəzinin öz rəsmi saytında yerləşdiriləcək və elə abituriyentlər də həmin sayt vasitəsilə, rəsmi sayt vasitəsilə nəticələrini izləyə bilərlər. Və bir məqamda qeyd edim ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə buraxılış imtahanları verən abituriyentlərin sevinci anlarını, ballarını öyrəndikdən sonra sevinçli anlarını paylaşırlar və elə tək ki, bütün abituriyentlərə də yəni, həmin sevinçli anları yaşamaq nəsib olsun və dediyim kimi sənəd məsələsində ilk növbədə diqqət etsinlər və digər məqamda Dövlət İmtahan Mərkəzinin rəsmi saytını izləsinlər. Çatdıra biləcəklərimiz isə bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatı bizimlə bölüşdüyün üçün.